Şirin zərərdir. Baxın, şirin yemeyin. Şirin yeyəndə sizə çox zərər olur. Yanvar ayında dondurma yemək ümumiyyətlə olmaz, zərərdir. Hələ bunu ac qarnına kofe ilə içmək çox zərərdir. Qətiyyən olmaz. Lakin o zərəri gəlib sevdiğin bir işlə məşğul olduqda kifayət qədər yüksək şəkildə kompensasiya edirsən. Məsələn, bax bu gördüyün süni intellekt sistemi maraqlarınla həzz duyduğun bir mövzunu verdiyində sənin üçün onu videolara düzəldir, səhnələrini hazırlayır və sənin yerinə gedib YouTube'a yükləyərək YouTube qaydalarına uyğun məsələn bax belə bir kanal düzəldir. Hansının videosuna daxil olanda artıq baxırsan ki, qazanc əldə edir. Gördüyün kimi tamamilə bizim incəsənət əsəridir. Orta hesabla baxırıq ki, gündəlik olaraq bax bu qədər baxışlar gətirərək aylıq 800-1 milyon baxış əldə etməsi sənə 3-4 min dollar ətrafı qazanc verir. Gün ərzində 1 saat işləyirsən, ürəyin istəyəndə də dondurmalı paxlava yeyib özünü həmin günü başqa yemək yeməməklə şirin duyğunu, istəyini kompensasiya edir. Motivasiyanı isə bu sevdiyin işdən əldə edərək səni narahat edən problemlərdən artıq azad olursan. Buna isə deyirlər zəmanənin nəbzini tutmaq. Bu hazır AI sistemini hansı ki yalnız bizdədir, sən də əldə edə bilərsən. Arxa planı sırf bizim kodlaşdırmalardır deyənə digər heç kimdə yoxdur. Instagram, TikTok, YouTube'dakı bu linkə klik edərək mənim səhifəmdə açılan pəncərədən YouTube AI kursunu seç. Endirimdə bulunan həmin bu sistemi əldə et. Sənə e-mail üzərindən quraşdırılma dərsləri göndərilsin. Sən də başla yalnız mövzunu ona təqdim etməklə həyatdan bu həzzi almağa.